Aşıq Zülfiyə İbadova gəlinindən danışıb. Axşam 7-də verilişinin qonağı olan ifaçı münasibətlərindən söz açıb və gəlinin öz qohumu olduğunu deyib. Gəlinimin adını telefonuma ürəyim yazmışam. Allah gəlin və qaynanaları mehriban etsin. Tanıyanlar bilir ki, onu nə qədər çox istəyirəm. Bir balaca xətrinə dəysəm yata bilmərəm. 5 il bir yerdə qalmışıq. İndi ayrı yaşayırıq. Gəlinim öz dayımın nəvəsidir. Onu gəlinim olandan sonra çox istəmişəm. Gəlinə mənfi yanaşanlar mənə çatmır. Qeyd edək ki, Zülfiyə İbadovanın Babək adlı bir övladı var. İfaçının 2 nəvəsi dünyaya gəlib. Əməkdar artist Çingiz Əhmədov açıqlaması ilə diqqət çəkib. Aktyor Günə Bax proqramında onu heç kimin əvəz edə bilməyəcəyini deyib. Heç kimin yerini kimsə verə bilməz. Hacıbaba Bağırov bir dəfə dedi ki, rollarımı oynayan aktyor Çingizdir. Amma indi mən baxıram teatra görürəm, yox. Mənim rollarımı oynayacaq adam yoxdur. Bir dəfə xəstələndim, dedim məni başqası əvəz etsin. Cavab verdilər ki, kim? Yoxdur. Bir ara həmin teatrdan küsmüşdüm. 42 ildir teatrdayam. 1972-ci ildən televiziyadayam. Uşaq verilişləri apardım. Barmaqla sayılacaq aktyorlarımız var idi. İtirdik onları. Hər aktyoru əvəz edən yoxdur. Rəqqasə Fatimə Fətəliyeva anası Səkinə xanımla bağlı paylaşım edib. Rəqqasə demensiyadan əziyyət çəkən anasının xəstəxanadan görüntüsünü sosial media hesabında yayımlayıb. Allah səni tezliklə ayağa qaldırsın ana, sən güclüsən deyə Fatimə paylaşımında yazıb. Qeyd edək ki, Fatimə anasının get-gedə yaddaşını itirdiyini deyib.